Salam əziz şagirdlər və abituriyentlər. Bugün sizə maraqlı bir faiz sualının izahını vermək istəyirəm. Sualda deyir ki, soyuducunun qiyməti 60% ucuzlaşdı. Yeni qiymət neçə faiz artırmaq lazımdır ki, əvvəlki qiymət alınsın? İlk öncə birinci addım nə edirik? Başlanğıc qiymət olaraq 100 götürürük. Bu cür suallarda 100 götürmək ən rahat və sadə üsullardan biridir. 100 götürürük və 60% ucuzlaşdı dediyinə görə 60'ı çıxırıq, yerdə nə qalır? 40% qalır. İkinci addım nə edirik? Artıq bizim yeni qiymətimiz nə oldu? 40 oldu. Bu bizim yeni qiymətimizdir. Və ikinci addım, biz yeni qiymətdən əvvəlki qiymətə, yəni 100'ə qalxmalıyıq. Yeni qiymətdən əvvəlki qiymətimiz 100'ə qalxmalıyıq. Bu zaman artım faiz düsturu ilə məsələn əvvəlki qiymətdən yeni qiymətə çıxırıq və bölürük yeni qiymətə, vururuq 100%'ə. Alırıq. 60 bölünsün 40, vurulsun 100%, 60'ı 40'a böləndə 1,5, onu da 100'ə vuranda eləyir 150%. Demək, yeni qiyməti neçə faiz artırmaq lazımdır ki, əvvəlki qiymət alsın? 150% artırmaq lazımdır. Ümumiyyətlə, bu cür hallarda qızıl qayda olaraq yadınızda saxlayın ki, əgər hər hansı bir məhsulun ucuzlaşmasından söhbət gedirsə və yeni qiymətə geri qayıtmaq lazımdırsa, bu zaman qayıtmaq üçün daha böyük faiz lazımdır. Məsələn, 60% ucuzlaşma olmuşdu, amma geri qayıtmaq üçün neçə faiz artım oldu? 150% artım oldu.